Bəzi valideynlər hepatit B peyvəndini vurdurmaqdan çəkinirlər. Bu gün bizim pediatr neonatoloqumuz Aytən doktor bu haqqda öz bilgilərini və fikirlərini bizimlə bölüşəcək. Doktor, bu peyvəndlər təhlükəlidirmi? Hansısa risk varmı yeni doğulmuş üçün? Zəhmət olmasa bizə məlumat verin. Hepatit B peyvəndi yeni doğulmuşlar üçün ən vacib və ən təhlükəsiz peyvəndlərdən biridir. Hepatit B virusu uşaqlara qan vasitəsilə və ya mikrozədədən keçir. Bu peyvəndlər hepatit B virusunun səbəb ola biləcəyi ciddi qaraciyər xəstəlikləri və xroniki qaraciyər yetməzliyini önləyərək uşağın sağlığını qoruyuruq. Dünya miqyasında aparılan vaksinasiya proqramlarından sonra hepatit B-nin yayılması kəskin azalıb. Proqramdan əvvəl bəzi ölkələrdə 8-10% təşkil edirdisə, proqramdan sonra, vaksinasiyadan sonra bu 1%-dən aşağı düşüb. Doktor, bəs pasiyentlər daha çox uzun müddətli təsirlərindən çəkinirlər. Yəni uşağın sinir sisteminə təsiri olarmı? İndi çox yayılmış, yəni autizm kimi bir xəstəlik var, hansının ki faizi ildən ilə artmış kimi görünür və bunu bəzən vaksinasiyaya bağlayırlar. Yəni bununla əlaqəli yəqin ki çoxlu araşdırmalar var və faktlar var. Yəni onları bizimlə bölüşə bilərsinizmi? Böyük müşahidə tədqiqatları və metaanalizlər göstərir ki, peyvəndlər uşaqlarda autizmə səbəb olmur, nə də uzun müddətli sinir sisteminə mənfi təsiri göstərmir. Təşəkkür edirik.